Kainat nə tam xaotikdir, nə də tam nizamlı. Məsələn, planetlərin orbiti nizamlı, havanın vəziyyəti dəyişkəndir. Yaxud ağac budaqlarının inkişafı nizamlıdır, amma heç biri tam simmetrik deyil. Yəni, həyatın özü nizamla xaosun əməkdaşlığından ibarətdir. Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu olan insan isə nizamı həyatdan üstün tutur. Əvvəlcə vacib bir fərqi qeyd edim ki, obsessiv-kompulsiv şəxsiyyət pozuntusu ilə obsessiv-kompulsiv pozuntu, yəni OKP eyni problem deyil. OKP əsasən istənilmədən təkrarlanan narahat edici düşüncələr və məcburi davranışlarla xarakterizə olunan bir klinik pozuntudur. Obsessiv-kompulsiv şəxsiyyət pozuntusu isə mükəmməllik, nəzarət və sərt standartlar üzərində qurulmuş şəxsiyyət sistemidir. Bu iki problem bəzən birlikdə olsa da çox vaxt bir-birindən ayrı problemlərdir. Stoik filosoflar deyirdilər ki, insan yalnız idarə edə bildiyi şeylərə cavabdehdir. Obsessiv-kompulsiv sistem isə idarə edilə bilməyənləri də idarə etməyə çalışır. Şəxsiyyət pozuntuları üzrə ən böyük tədqiqatçılardan olan Theodor Millon obsessiv-kompulsiv şəxsiyyət pozuntusunu nizam, nəzarət və vicdanlılığın ifrata çatmış forması kimi təsvir edirdi. O zamana insanlara, gələcəyə, səhvlərə, hətta ehtimallara belə nəzarət etməyə çalışır və ona yaşamaq kifayət etmir. O qüsursuz yaşamaq istəyir. Amma həyat heç vaxt tam qüsursuz olmur. Nəticədə o həyatı yaşamaq əvəzinə onu fasiləsiz redaktə edir. Əslində bu strukturun ən böyük problemi mükəmməllikdən çox qeyri-müəyyənlikdir. Çünki insan mükəmməlliyi ona görə istəyir ki, qeyri-müəyyənliyə dözə bilmir. Yəni buradakı mükəmməllik bir sığınacaqdır. Bir şey də var ki, mükəmməllik daim özünü böyüdən sistemdir. Çünki hər zaman bir daha yaxşı var. İnsan yüksək standartı əldə etdiyi an daha yüksək standart yaranır. Yəni mükəmməllik çatılacaq yer deyil. Daim uzaqlaşan bir üfüqdir. Bir ağac əksəniz vaxtaşırı sulayarsınız, deyilmi? Hər halda hər dəqiqə toxumu qazıb ağacın inkişaf edib etmədiyini yoxlamarsınız. Obsessiv-kompulsiv sistemin etdiyi məhz budur. Bu insanlar gələcək üçün yaşayırlar. Bir gün hər şey əla olacaq. Sonra rahat yaşayacaqlar. Amma həmin o gün heç vaxt gəlmir. Çünki hazırlıq həyatın yerini tutur. Sanki o kitab yazmaq əvəzinə ömrünü mükəmməl üz qabığı seçməyə sərf edir. Normal sistemdə səhv öyrənmə vasitəsidir. Obsessiv-kompulsiv sistemdə isə şəxsiyyətin zədələnməsidir. Vicdan normal insanlarda ona istiqamət verən kompas olduğu halda obsessiv-kompulsiv sistemdə hökm verən məhkəmə hakimidir. Bu vəziyyətdə insan özünü inkişaf etdirməkdən çox özünü mühakimə etməyə başlayır. Immanuel Kant, Nikola Tesla, Steve Jobs kimi tarixi şəxsiyyətlərdə də bu strukturun əlamətlərinin olduğu ehtimal edilir. Sevindirici xəbər isə odur ki, bu problemin tam həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərli.